Herkese selamlar dostlar. Kanalımıza ve videomuza hoş gelmişsiniz. Bugün sizlerle beraber en asan, en çətin olmayan el işi ile ürəkli bir üzük edəcəyik. Gördüğünüz kimi üzüğümüz belədir. Bu şekilde. Üzüyümüzü indi nətər başdan etməliyik onu sizə göstərəcəyik. Gəlin onda üzüyümüzü sizə də edimini göstərək. İndi isə dostlar, bizə belə bir kare, yəni kvadrat bir kağız lazımdır. Rəhli kağız. Bunun santimetri, uzunu və eni onun 10-adır. Yəni kvadrat. İndi isə biz birlikdə baxın, rəhli kağızımızı bir-birinə tarazlayırıq məsələn. Buranı görürsünüz də, baxın, bir-birinə ağzı birləşir. Belə. Sonra bunu belə daha yaxşı bir qatdalayırıq ki, sonra bunlar bizə lazım olacaq. Ona görə qəşəng. Eynisini fərqli tərəfdə də eləyirik. Yenə bunu da həminki kimi bərk, sərt eləyirik. Baxın, belə üstəgəl formasında oldu, görürsünüzsə. Bunu nə edirik? Baxın, buradan üstəgəlin ucunu görürsünüz də ortasını. Bunu biz tarazlayırıq ağızları bunun üstünə. Belə. Eynisini bu tərəfə də eləyirik. Belə. Baxın, bərk oldu. Tabii yəni romb şəklində olur. Belə qoyanda romb şəklində olur. Sonra eynisini baxın bu ağızları görürsünüz də belə kareni görürsünüz. Həmin bu kareni üzərinə baxın bu xətti birinci xəttinə həmin kağızımızı gətiririk. Eynisini belə də bu tərəfə də eləyirik. Baxın, buralar belə kiçik olur. Ağız tərəfləri kiçik. Amma ortasında 2 dənə xətt olur, yəni 2 dənə zolağı olur. Bunlar isə biraz bunlara nisbətən, yəni baxın, buradakı bu zolaqlara nisbətən biraz böyük olur. Bunu nə edirik? Baxın, bunu da baxın. Baxın, birinci zolaq, ikinci zolaq. İkinci zolağa bu xəttinə birləşdiririk. Baxın, birləşdirdik. Görürsünüz, bu zolaq kiçildi. İndi isə bu zolağı kiçiltmək üçün isə birinci, ikinci zolaq bura gətiririk. Görürsünüz. Belə. Yəni toplamda 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə zolağınız olmalıdır və bizdə də eynidir. İndi istəsəz bu tərəfdən, istəsəz bu tərəfdən, istədiyiniz bir yerdən bunun bir dənəsini qıvırırsınız. Baxın, belə bir zolağı qatdalayırsınız. Arxasına çevirirsiniz. Baxın, bir də göstərim. Belədir. Qatdalayırıq, arxasına çeviririk. Tam orta şəkildən olmaq üçün quş kimi eləyirik. Görürsünüz, belə 2 dənə iz oldu. Bunu arxa tərəfə çeviririk. Bunu indi biz siz nə edirik? Burada ortada baxın. Birincisi, ikincisi, üçüncüsü. Yəni 3 zolaq. Bunu saymırıq. 1, 2, 3. Görürsünüz? 1, 2, 3. Burada yəni bu ortancılığı da o həmin o dediyimiz orta qism. Ora kimi bunu xəttələyir. Yəni ikincisi bizə rahat olacaq. İkinci yerdən eləsək tam ortasına gətirib çıxardacağıq. Yəni eyni düz bunun aşmamalı. Bu xəttə aşmamalıdır. Arxa tərəfə çevirəndə arxasında belə bir iz olur. Yəni belə idi, belə bir iz olur. Bunu biz baxın, əlimizin kiçik barmağımızı soxuruq. Belə olur. Bunu buradan tutup
belə eləyirik. Və ya belə də eləyə bilərsiniz. Baxın, bunu alıb belə də eləyə bilərsiniz. Amma sizə necə rahatdır, elə də eləyin. Belə, bir dəqiqə. Mümkün olduğu qədər zolaqları eyni eləməyə çalışın. Yəni eyni santında olmağına çalışın. Belə. Bizdə hələ belə o. Məndə yəni belə alındı. Amma istədiyiniz kimi də alındıra bilərsiniz. Arxasını görürsünüz, baxın. Arxası bunun ürəyimizin alt qismidir. Buranı da, baxın, bu zolağımızın belə yeri var idi. Buranı biz belə eləyirik. Yəni paralel bu xəttə birləşdiririk. Belə üçbucaqlar alındı burada. Bunlar daha səliqəli alınsınlar deyə, baxın, bura, həmin bu zolağı bura gətiririk. Belə alınır. Gördünüz. Sonra bunları, yəni burada işimiz qutardı. Bunları axıra kimi gətiririk. Görürsünüz. Sıxmışdı. Alındı, görürsünüz. Ürəyimiz alındı. Belə də, yəni məsələn, əgər xoşlamasanız, biraz belə gətirib eləyə bilərsiniz. Və burada görürsünüz, belə bir xəttlər alınır. Baxın, belə xəttlər. Bunlar əslində bizim əlimizi qatlalamaq üçün köməyi olacaq. Yəni yapışqandan bunu birləşdirmirik. Belə yəni dairə alındırmırıq. Özünün qatlalama yeri olduğunda qatlanılır özündə. Həmin bu barmağımızın dairə tam belə dairə olmaq üçün bunlarla barmaqlarımızın köməyi ilə eləyirik. Sonra baxın, barmağımıza bax, barmağımızın şəkli kimi eləyirik. Burada görürsünüz, qatlanılıb. Həmin bu zolağı bunun içərisinə atırıq. Görürsünüz. Bunu eləməyinizə ehtiyac yoxdur, yəni bu onsuz qatlanılır. Əgər belə məsələn çox mənim əlimə uyğundur. Əgər məsələn əlinizə uyğun olmasa, onda çıxardın. Belə bura gətirin. Buradan soxun. Belə də eləyə bilərsiniz. Amma mənə belə soxmaq yarayır. Belə alınır üzük. Yəni belə üzüklərimiz alınır. Baxın belə dostlar. İkisi də eyni formada oldular. Siz birini bax bu cür qapalı rəngdən, birini də bu cür açıq rəngdə edə bilərsiniz. Bunun fərqi nədir? Yoxdur. İkisi də yenə deyirəm, forması eynidir. Siz bunların rənglərini mavi, yaşıl, narıncı və sairə rənglər də edə bilərsiniz. Bunun fərqi yoxdur. Rəngli kağızda da edə bilərsiniz və yaxud da ki, flomasterlərlə də rəngləyə bilərsiniz. Hətta yəni bu rəngli kağızla olmuşdur. Amma bu flomasterlə olub. Yəni A4 görürsünüz də, yəni A4-ün izləri də var. A4-ün köməyi ilə hazırlanır. Sonra da üzərini flomasterlə rənglənilir. Ancaq çox da bilinmir. Flomasterlər çünki rəngləmişik. Dostlar, bugünkü videomuzda bu qədər idi. İndi sağollaşmağın vaxtı gəldi. Sağ olun. Bugünkü videomuzda bu qədər idi. Biz bugünkü
videomuzda çox asan bir şəkildə, heç 5 dəqiqəmizi də almadan bu cür üzüklər etdik. Bu da ki, əl işidir. Sağ olun dostlar. Kanalımıza abunə olub like atmağı da unutmayın. Görüşənə dək. Sağ olun.